Здравствуйте, я Рубен Vardanyan, российский бывший инвестиционный банкир. Ruben Vardanyanın adı yenidən dünyanın ən qalmaqallı dossiyelərindən biri ilə yanaşı çəkilir. Bu dəfə söhbət Qarabağdan yox, Jeffrey Epstein sənədlərindən gedir. Bir tərəfdə Qarabağda separatçı rejimin rəhbərlərindən biri olmuş Vardanyan, digər tərəfdə dünyanın ən məşhur maliyyə və siyasi qalmaqallarından biri Epstein. Bu iki ad arasında həqiqətən əlaqə varmı? Yoxsa söhbət təsadüfdən yox, illərlə görünməyən daha böyük bir maliyyə şəbəkəsindən gedir. Son günlər yayılan məlumatlar və beynəlxalq araşdırmalara istinad edən açıqlamalar Vardanyanın bioqrafiyasına yenidən diqqəti yönəldi. Əgər bu iddiaların arxasında ciddi maliyyə izləri varsa, Qarabağa xeyriyyəçi kimi təqdim edilən Vardanyanın missiyası haqqında bildiklərimizin bir hissəsinə yenidən baxmaq lazım gələ bilər. Bu mövzunun mərkəzində Vardanyanla yanaşı beynəlxalq banklar, offshore şirkətlər, milyardlarla dolların hərəkət etdiyi maliyyə şəbəkələri və geosiyasi maraqların kəsişdiyi mürəkkəb xətt dayanır. İlk baxışdan bunlar ayrı-ayrı mövzular kimi görünür. Lakin sənədlər və araşdırmalar eyni adları, eyni maliyyə strukturlarını və eyni dövrü göstərməyə başlayanda suallar da dəyişir və məhz buna görə Vardanyan mövzusu yenidən gündəmə gəlir. Bu müzakirələrin son dalğası deputat Zahid Orucun açıqlamalarından sonra daha da güclənib. O, Vardanyanın Qarabağa göndərilməsini adi humanitar təşəbbüs deyil, daha mürəkkəb siyasi və təhlükəsizlik layihəsinin tərkib hissəsi kimi qiymətləndirib. Bu iddianı anlamaq üçün əvvəlcə 2022-ci ilə qayıdaq. Həmin il Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyini açıqladı. Qısa müddət sonra Azərbaycanın suveren ərazisi olan Qarabağa köçdü. Daha sonra isə separatçı qurumun dövlət naziri vəzifəsini tutdu. Rəsmi Bakı bunu Azərbaycan konstitusiya quruluşuna qarşı fəaliyyət kimi qiymətləndirdi. Bəs niyə məhz həmin vaxt? Niyə Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın ağır sanksiyalar altında olduğu dövrdə belə bir addım atıldı? Bu sual Vardanyanın Qarabağ gəlişini təkcə siyasi hadisə deyil, mümkün geosiyasi layihə kimi təqdim edən yanaşmaların əsasını təşkil edir. Lakin bu mövzunun beynəlxalq rezonans qazanmasının əsas səbəbi onun maliyyə keçmişidir. Vardanyanın adı uzun illərdir Troika Laundromat araşdırması ilə yanaşı çəkilir. Bu araşdırma beynəlxalq offshore maliyyə şəbəkəsini təsvir edir. Sənədlərə görə Troika dialoqu ilə əlaqəli 76 şirkətdən ibarət sistem 2006-cı ildən 2013-cü ilin əvvəlinədək təxminən 4,6 milyard dollar qəbul edib. Araşdırmada göstərilir ki, bu şəbəkə pulların mənbəyini və həqiqi sahiblərini gizlətməyə imkan verən mürəkkəb offshore mexanizmlərdən istifadə edirdi. Sənədlərdə Vardanyan və ailəsi ilə əlaqəli 3,2 milyon dollardan artıq ödənişin həmin sistemdəki şirkətlər vasitəsilə həyata keçirildiyi qeyd olunur. Buraya kredit kartı ödənişləri, ailə üzvlərdə köçürmələr və uşaqlarının Böyük Britaniyada təhsil xərcləri də daxildir. Araşdırma həmçinin Vardanyanın sistemdəki şirkətlərdən biri ilə bağlı sənəddə imzasının olduğunu bildirir. Lakin burada vacib detal var. Bu araşdırma dərc edilən zaman Vardanyana qarşı həmin əməliyyatlarla bağlı rəsmi cinayət ittihamı irəli sürülməmişdi. Vardanyan özü isə iddiaları rədd edərək bildirmişdi ki, Troika dialoq qanun çərçivəsində fəaliyyət göstərib və bankın bütün əməliyyatlarından şəxsən xəbərdar olmayıb. Məhz burada Epstein xətti meydana çıxır. Son dövrlərdə açıqlanan materiallarda Jeffrey Epsteinin böyük bankda çoxsaylı hesablar vasitəsilə aktivlərini idarə etdiyi barədə məlumatlar yer alır. Eyni zamanda Troika Laundromat araşdırmalarında Deutsche Bank bəzi əməliyyatlarda müxbir və ya qarşı tərəf bank kimi qeyd olunur. Bu iki faktın eyni müstəvidə görünməsi müxtəlif şərhlərə səbəb olur. Ancaq mühüm məqam ondan ibarətdir ki, hazırda açıq mənbələrdə Vardanyanla Epstein arasında birbaşa maliyyə və ya şəxsi əməkdaşlığı sübut edən sənədləşdirilmiş dəlillər təqdim edilməyib. Yəni, eyni bank şəbəkəsində izlərin görünməsi ilə birbaşa əlaqənin sübut olunması eyni şey deyil. Bəs onda bu mövzu niyə bu qədər rezonans doğurur? Çünki Vardanyanın fəaliyyəti təkcə maliyyə sektoru ilə məhdudlaşmırdı.
O, Rusiyanın iri biznes strukturlarında, texnoloji layihələrində və beynəlxalq fondlarla əməkdaşlıq platformalarında fəal iştirak edib. Bu isə onun həm Rusiya siyasi-iqtisadi elitası, həm Qərb maliyyə institutları, həm də erməni diaspor şəbəkələri ilə geniş əlaqələrə malik fiqur kimi təqdim olunmasına səbəb olub. Qarabağa gəliş də məhz bu kontekstdə yenidən qiymətləndirilir. Əgər Vardanyan yalnız xeyriyyəçi olsaydı, niyə Azərbaycanın suveren ərazisində fəaliyyət göstərən qanunsuz siyasi struktura rəhbər vəzifəyə gətirildi? Niyə bu addım Rusiya-Ukrayna müharibəsi fonunda və Moskvanın beynəlxalq təzyiq altında olduğu dövrdə baş verdi? Niyə Ermənistan daxilində sonradan bu layihənin həm Azərbaycan, həm də İrəvanın daxili siyasi balansı ilə əlaqəli olduğu barədə fikirlər səsləndirildi? Bu suallar Vardanyanın Qarabağ missiyasını adi siyasi epizoddan daha böyük prosesin hissəsi kimi təqdim edir. Zahid Oruc da məhz bu məqamı ön plana çıxarır. Onun fikrincə Vardanyanın xeyriyyəçilik fəaliyyəti onun siyasi və maliyyə fəaliyyətindən ayrı qiymətləndirilə bilməz. Əgər xeyriyyəçilik ictimai reputasiya yaratmaq və siyasi nüfuz formalaşdırmaq üçün istifadə olunubsa, o zaman həmin maliyyə mənbələrinin və əlaqələrin araşdırılması zəruridir. Burada başqa bir məqam da var. Beynəlxalq maliyyə sistemində iri biznesmenlərin, bankların və offshore strukturların eyni şəbəkələrdə görünməsi nadir hadisə deyil. Lakin geosiyasi münaqişə zonasına daxil olan bir fiqurun belə şəbəkələrlə əlaqələndirilməsi həmin əlaqələrə tamam başqa siyasi çəki verir. Qarabağ məsələsində də məhz bu baş verir. Vardanyanın adı artıq təkcə separatçı rejimlə deyil, qlobal maliyyə sisteminin ən qalmaqallı araşdırmaları ilə birlikdə müzakirə olunur. Bu, onun beynəlxalq imicinə ciddi təsir göstərir. İndi diqqət daha bir suala yönəlib. Vardanyan Qarabağa yalnız siyasi missiya ilə göndərilmişdi, yoxsa maliyyə və təsir şəbəkələrinin də daşıyıcısı idi? Görünən odur ki, Vardanyan ətrafında formalaşan yeni dosiye artıq Qarabağ sərhədlərini çoxdan aşır. O, Rusiya oliqarx sistemindən beynəlxalq offshore şəbəkələrinə, oradan isə Epstein sənədlərinə qədər uzanan mürəkkəb xəttin mərkəzində müzakirə olunur. Və bəlkə də ən maraqlı məqam budur. Qarabağa xeyriyyə missiyası adı ilə gələn bir şəxsin adı indi dünyanın ən qaranlıq maliyyə və siyasi şəbəkələri ilə eyni cümlədə çəkilir. Bu təsadüfdür, yoxsa daha böyük oyunun izi? Hazırda cavabından daha çox sualın özü diqqət çəkir. Namiq Abbasov, Today Press TV.